Salam değerli izləyicilər. Bakının bu ərazilərində evlər ucuzlaşır. Başqa bir istiqamətdə isə bahalaşma müşahidə olunur. Hansı ərazilərdə diqqətinizə ünvanlar çatdırılacaq və ekranın bu hissəsində üstəgəl düyməsi görünürsə sağda bir dəfə üzərinə vura bilərsiniz. Değerli izləyicilər, Yeni Günəşlidə evlər bahalaşır. Xırdalan və Masazırda isə ucuzluq müşahidə olunur. Bu barədə Xəzər TV-nin bir materialı var. Elan saytlarında paytaxtın Suraxanı rayon ərazisində, xüsusən də Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiymətində nəzərə çarpacaq qədər qiymət artımı müşahidə olunur. Hətta sözü gedən ərazidə metro stansiyasının açılması ilə bağlı məlumatlar dərc olunduqdan sonra mənzillərin qiymətində 5-10 min manat civarında artım müşahidə olunur. Hazırda Yeni Günəşli qəsəbəsində daşınmaz əmlakın qiyməti 50 min 800 min manat arasında dəyişir və əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirir ki, hazırda Yeni Günəşli qəsəbəsində xüsusən ipoteka predmetinə çevrilən daşınmaz əmlakın qiymətində 10% artım müşahidə olunur və ilin sonuna qədər 18% artım proqnozlaşdırılır. Xırdalan və Masazır ərazilərində isə qiymətin əksinə düşməsi müşahidə olunur. Hazırda Masazır qəsəbəsində daşınmaz əmlakın qiyməti təxminən 25-26 mindən 270-300 min manat civarındadır. Xırdalan ərazisində isə qiymət 23-250 min manat arasında dəyişir. Elnur Fərzəliyevin sözlərinə görə buna səbəb mənzil və fərdi yaşayış evlərinin kütləvi şəkildə satışa çıxarılmasıdır. Yəni Masazır ərazisində, həmçinin Xırdalanda kütləvi satış olduğuna görə qiymətlər də aşağı düşür və həmçinin ekspert əlavə edib ki, insanların sıx məskunlaşdığı və tıxac olan ərazilərdə daşınmaz əmlak qiymətlərinin enməsi bundan sonra da gözləniləndir. Yəni Xırdalan və Masazırda qiymətlər bir müddət sonra bir qədər də aşağı düşəcək.